Mürsəl odur ki, məsələn, tabiindir, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem belədir. Deməli, tabiindirsə, arada kim olmalıdır? Sahabi. Sahabinin adını çəkmir. Həsən el-Basri deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyib. Amma tutaq ki, Əbu Hureyradan eşitmiş. Əbu Hureyradan adı çəkməyib. Mürsəl odur. Arada bir nəfəri tərk eləyib. Yaxşı birdən mürsəl zəifi növlərindəndir. Yaxşı birdən sahabi, məsələn, Əbu Hureyra hicrətin 7-ci ilində İslamı qəbul edib. Məsələn, belə deyirlər. Məkkədən xəbər verir. Yəni, hicrətdən qabaq. Məkkə devrindən. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə belə dedi. Mürsəldir. Ne üçün? Arada deməli eşidib. Adam var. Lakin sahabinin mürsəli səhihdir. Sahabinin mürsəli səhihdir. Əsas nədə baxırıq? Tabinlər. Tabinlər əgər çəkməsə adın, sahabinin onun da öz şərhi var. Bəzi mürsəllər tabinlərin qəbuldur. Bəzi.